Nə vaxtsa cəmiyyətin o ən yüksək zirvəsindəki insanların, yəni o toxunulmaz sərvət sahiblərinin dünyanı necə gördüyünü düşünmüsünüzsə, bugünkü bu dərin təhlilimiz məhz sizin üçündür. Biz bugün Theodor Dreiser'in qeydləri və maliyyəçi əsərinin qaynaq materiallarına əsaslanıb Frank Cowperwood adlı o böyük maliyyə dahisinin necə yarandığını araşdırırıq. Bəzilərinə görə dahi, bəzilərinə görə isə amansız bir yırtıcı. Baxın, bu formalaşma prosesi heç də bizim bildiyimiz o ənənəvi təhsillə falan başlamır. Bizim araşdırdığımız mənbə materialı gənc Frankın psixologiyasının təməlini məhz o balıq bazarındakı hadisəyə bağlayır. O uşağın akvaryumu izləməsinə. Bəli, bu sadəcə bir uşağın balıqlara baxması deyil. Frank günlərlə o bazara gedir. O ölüm-dirim mübarizəsini izləyir. Kalmarın günbəgün necə zəiflədiyini, xərçəngin isə soyuqqanlı şəkildə öz şansını necə gözlədiyini analiz edir və nəhayət xərçəng kalmarı küncə sıxışdırır və onu yeyir. Qaçıb anasından soruşar ki, niyə heç kim onu xilas etmir? Şübhəsiz, yəni normal uşaq psixologiyası budur. Amma Frankın reaksiyası məni həqiqətən şoka salır. Mənbədə çox aydın qeyd olunur ki, uşağın gəldiyi nəticə sadəcə bu olur. Belə də olmalıydı. Kalmarın silahı yox idi. Yəni doğrudan da o uşaqda zərrə qədər də kədər hissi olmur. Qətiyyən, orada sıfır empatiya var. Frankın o an yaşadığı hiss əslində fəlsəfi bir aydınlanmadır. O uşaq kimi ağlamaq əvəzinə sistemin necə işlədiyini, o təməl məntiqi qavrayır. O başa düşür ki, həyatın təşkil olunma prinsipi ilə budur. Canlılar bir-biri ilə qidalanır. Və dərhal da bunu insanlara aid edir. Təbii ki, bəşəriyyət də fərqli deyil. Biz də bir-birimizlə qidalanırıq. Sadəcə bizim o fiziki qısqaclarımız yoxdur. Onun əvəzinə iqtisadiyyatımız, siyasətimiz, hilələrimiz var. Sanki həyat adlanan bir video oyunun ən gizli qaydasını kəşf edib. O qəddar oyunlar olur ya o səviyyəni keçmək üçün rəqibini yeyəcəksən ya da özün yem olacaqsan. Çox gözəl müqayisədir, bəli. Yəni Frank açıq-aydın qərar verir ki, o bu böyük ictimai akvaryumda qorunmağa çalışan kalmar olmayacaq. O zirəhli xərçəng olmağı seçir. Amma burada məni düşündürən bir şey var. Fəlsəfəni anlamaq asandır, gəl ki bunu reallıqda tətbiq edəsən, bu 13 yaşlı uşaq pul qazanmaq üçün bu yırtıcı məntiqini necə işə salır? Baxın, elə işin ən maraqlı tərəfi onun bunu necə tez icra etməsidir. Mənbələrimizdə onun biznes intuisiyasını göstərən dəhşətli bir epizod var. Frankın 13 yaşı olanda təsadüfən bir həraca gedib çıxır. Orada 7 qutu